Salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə 5-ci sinif Dəyanət Liseyinə hazırlıqla bağlı bəzi sualların izahına baxacağıq. Deməli, 1. Xəritədə paytaxtı ulduzla göstərilmiş dövlətin qədim dövr tarixinə aiddir. Burada söhbət Albaniya dövlətindən gedir. İndi bir-bir variantlarla tanış olaq. 1. Makedoniya işğalına qarşı mübarizə aparması. Ümumiyyətlə biz bilirik ki, Albaniya və Atropatena dövlətləri hər ikisi Makedoniya imperiyasının parçalanması nəticəsində yaranıblar. Ona görə biz bunu götürməyəcəyik. Daha sonra Xəzər xaqanlığı ilə diplomatik əlaqələr saxlanılması. Bəli, Albaniya dövləti Xəzər xaqanlığı ilə diplomatik əlaqələr saxlayıb. Ancaq sualda bizdən qədim dövrü soruşduğuna görə biz ikini də götürməyəcəyik. 3. Yadelli hücumuna məruz qalması doğrudur. 4. Romalılarla sülh bağlaması. Burada bizim doğru cavabımız olacaq 3 və 4 D variantı. 5-də isə deyir ki, Ərəb xilafəti tərəfindən süquta uğradılması. Doğrudur. 705-ci ildə Albaniya Ərəb xilafəti tərəfindən süquta uğradılıb. Ancaq qədim dövr olmadığı üçün biz onu götürməyəcəyik. 82-ci sual. Qarabağ xanlığı Quba və Şəki xanlıqlarından fərqli olaraq bizə fərqli xüsusiyyəti soruşur. A variantı qonşu bölgələr hesabına ərazinin genişləndirilməsi bu Quba və Şəki xanlıqlarından fərqli xüsusiyyəti deyil. Ona görə A variantını götürmürük. B variantı 18-ci əsrin, yəni 18-ci yüzilliyin 50-ci illərində siyasi mərkəzini dəyişmişdir. Bəli, dəyişmişdir. Özü də 2 dəfə Şahbulaq qalasına, daha sonra isə siyasi mərkəzini Şuşaya köçürtmüşdür. C variantında ona görə doğru cavabımız B-dir. Bunu işarə edeyim. C variantında Rusiyanın əyalətinə çevrilməsi, bu xanlıqların hər biri Rusiyanın əyalətinə çevrilmişdir. Şamax xanlığı ilə həmsərhəd olması, Qarabağ xanlığı da Şamax xanlığı ilə həmsərhəd olub. Eyni zamanda Quba və Şəki xanlıqları da Şamax xanlığı ilə həmsərhəd olmuşdur. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yeritməsi, onu qeyd edim ki, 4 xanlıq Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yeridiblər. Bunlar cənubda Urmiya xanlığı, şimalda isə Qarabağ, Quba və Şəki xanlıqlarıdır. Ona görə Y variantı da hər biri üçün ortaq xüsusiyyətdir. 83-cü sualda isə Sacoğlu, Eldənizlər, Şirvanşahlar və Bayandurlu dövlətləridir və deyir uyğunluğu müəyyən edin. 1-də 1 və 3 bir digər Azərbaycan dövlətinin süqutu nəticəsində meydana gəlməsi. 1 Sacoğlu, 3 Şirvanşahlar. Biz bilirik ki, Sacoğlu və Şirvanşahlar dövləti Ərəb xilafətinin zəifləməsi nəticəsində meydana gəlib. Ona görə 1 olanı biz götürməyəcəyik. 2-də 3 və 4 Səfəvi şeyxlərinə qarşı mübarizə aparması. 3 Şirvanşahlar Səfəvi şeyxlərinə qarşı mübarizə aparıb. Eyni zamanda Bayandurlular da mübarizə aparmışlar. Ona görə 2-ni götürəcəyik. 3-də 1 və 4 ərazisinə Van gölünün daxil olması. 1 Sacoğlu, 4 Bayandurlu. Sacoğluların ərazisinə Van gölü daxil olmamışdır. Ona görə bu da getdi. 4-də 2 və 3 orta əsrlərdə bütün Azərbaycan torpaqlarını əhatə etməsi. 2 Eldənizlər, 3 Şirvanşahlar. Xeyr, bunu da götürməyəcəyik biz. 5, 1 və 2 böyük imperiyaların zəifləməsi nəticəsində Azərbaycanda meydana gəlməsi. Sacoğlular biz bilirik ki, Azərbaycanın cənub hissəsində meydana gəliblər. İlk paytaxtlarda, daha doğrusu, bəli, elə ilk paytaxtları Marağa şəhəri olmuşdur. Sonra 2 Eldənizlər Azərbaycanın şimal torpaqlarında meydana gəliblər, paytaxtları Naxçıvan. Hər ikisi böyük imperiyaların zəifləməsi nəticəsində yaranıblar. Ərəb xilafətinin və Səlcuq imperiyasının. Ona görə bizim doğru cavabımız olacaq. Burada 2 və 5 A variantı. Daha sonra biz baxırıq 84-cü suala. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış, daha doğrusu yox, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermiş hansı hadisə digərlərindən daha əvvəl olmuşdur? Bakıda ilk yeni ali tipli məktəbin fəaliyyətə başlaması, bu Bakı Dövlət Universitetindən söhbət gedir, 1919-cu il. Bakı Sovetinin yaradılması, bu 1917-ci il mart ayıdır. 1917-ci ilin martından yaranıb, 1918-ci ilin aprelinə qədər mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti tərəfindən rəsmən tanınması, bu elə 1918-ci il iyun ayında baş vermişdir. Müsavat təşkilatının yaranması, bunu götürəcəyik biz 1911-ci il Nuri Paşanın başçılıq etdiyi ordunun Bakı üzərinə həlledici hücuma keçməsi ilə 1918 sentyabr götürmək olar. Burada daha öncə, yəni daha əvvəl baş vermiş hadisə Müsavat partiyasının, yəni Müsavat təşkilatının yaranmasına söhbət gedir. Ona görə cavabımız olacaq D variantı.
Daha sonra sxema uyğun cavabı müəyyənləşdirin. Şah İsmayılın hakimiyyətindən söhbət gedir. Biz bilirik ki, Şah İsmayıl Səfəvilər dövlətini yaratmışdır. Səfəvilər dövləti isə 1501-ci ildən 1736-cı ilə qədər mövcud olmuşdur. Şah İsmayılın hakimiyyət illəri isə 1501-1524-cü illərdir. Bacılar adlı təşkilatın mövcud olması, bəli, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi Şah İsmayıla aiddir. İndi digər variantlara baxaq. Rüstəm Paşanın ordusunun məğlub edilməsi, Gülüstan qalasının mühasirəyə alınması, Azərbaycan dilinin vahid ünsiyyət vasitəsinə çevrilməsi, dövlətin geniş ərazili imperiyaya çevrilməsi. Bizim doğru cavabımız olacaq D variantı. Burada Y-dədir ki, ölkədə ilk mərkəzləşdirilmiş dövlətin yaradılması. Səfəvilər mərkəzləşdirilmiş dövlət idi, doğrudur, amma ilk mərkəzləşdirilmiş dövlət deyildi. Dövlətin geniş ərazili imperiyaya çevrilməsi isə 1510 Mərv döyüşündən sonra biz bilirik ki, Xorasanı ələ keçirdi Səfəvilər və bundan sonra imperiyaya çevirdilər. 86-cı sualda Oğuznamələrə görə Azərbaycan adının mənalarındandır. Zənginlərin, uluların yeri və yaxud da uluların ölkəsi. Cavab C variantı. 87. Zəngilan rayonu ərazisi Xankəndindən fərqli olaraq Qarabağın şimal-şərqində yerləşir. Daha doğrusu şimal-qərbində. Bölgədə ilk hava limanına sahibdir. Bölgə böyük qayıdış layihəsinə daxildir. Antiterror əməliyyatı ilə azad edilmişdir. Mən onu qeyd edim ki, Xankəndi antiterror əməliyyatı ilə azad edilib, ancaq Zəngilan 2020-ci il 2-ci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olmuşdur. Burada doğru cavab Y olacaq. Ermənistan və İranla sərhəddə yerləşməsi. Bəli, siz xəritəyə də baxsanız görərsiniz ki, yeganə rayonumuz bizim belə deyək də Zəngilan rayonudur ki, o iki ölkə ilə sərhəddir, Ermənistan və İranla. 88. Hadisə-nəticə əlaqəsini müəyyən edin. Şirvanşahlar dövlətinin yaranması, Azərbaycana dövlətçilik ənənələrinin bərpa olunması tamamilə doğrudur. 2. Qəzvin Səfəvilər dövlətinin paytaxtına çevrilməsi, Təbriz şəhərinin əhəmiyyətinin daha da artması. Onu qeyd edim ki, Təbriz 500 ildən artıq müddətdə fasilələrlə təbii ki, paytaxt şəhər olmuşdur və Səfəvilərin də elə ilk paytaxt şəhəri Təbriz şəhəri olmuşdur 1501-1555-ci illərdə. 1555-də isə Şah 1-ci Təhmasib Səfəvilərin paytaxtını Təbrizdən Qəzvin şəhərinə köçürmüşdür. Ancaq bundan sonra Təbrizin əhəmiyyətinin daha da artmasından danışmırıq. Sonra 3. 1-ci Təhmasibin hakimiyyətə gəlməsi, Səfəvi Osmanlı müharibələrinin əsasının qoyulması. Xeyr, Səfəvi Osmanlı müharibələrinin əsasının qoyulması elə 1-ci Şah İsmayılın dövründə də mövcud olmuşdur. Məsəl üçün buna 1514 Çaldıran döyüşünü demək olar. Cahan Şahın Qaraqoyunlu hökmdarı olması, Ağqoyunlu bəyliyi ilə münasibətlərini tənzimləməyə çalışması. Bəli, Cahan Şah hakimiyyətə gəldikdən sonra Ağqoyunlu bəyliyi ilə münasibətlərini tənzimləməyə çalışmışdır. Doğru cavab 1 və 4 olacaq. Y variantı. Daha sonra digər suala baxaq. Azərbaycanda xış əkinçiliyin mövcud olduğu dövrə aiddir. Biz bilirik ki, xış əkinçiliyi yaranmışdır erkən Tunc dövründə. İndi variantları bir-bir nəzərdən keçirək. Erkən Tunc dövründə yaranıb və ondan sonraki dövrlərdə xış əkinçiliyi mövcud olmuşdur. A variantı ox və kamanın kəşf edilməsi. Burada konkret ox və kamanın kəşf edilməsi deyilirsə, bu mezolit dövrüdür. Misdən bəzək əşyaların hazırlanması. Misdən bəzək əşyaları enolit dövründən etibarən hazırlanmağa başlanılmışdır. Amma burada başlanılması soruşulmur, elə hazırlanması soruşulur. Daha doğrusu hazırlanması deyilir. C variantda insanların mağaralarda yaşamağa başlanılması. Baxın, başlanılması deyilirsə, bu alt paleolitdə mövcud olmuşdur. Ona görə biz A-nı və C-ni çıxırıq. D variantı istehsal təsərrüfatının yaranması. Biz bilirik ki, istehsal təsərrüfatının yaranması isə mezolit dövründən başlayır. Ona görə D-də getdi. İlk dini inancların yaranması, bu da elə alt paleolitdə mövcud olmuşdur. Burada cavab olacaq B variantı, misdən bəzək əşyaların hazırlanması. Çünki mis yaranıbdır enolit dövründə, amma sonraki dövrlərdə də misdən bəzək əşyaları hazırlanmışdır. Ona görə doğru cavabımız olacaq bizim B variantı.